Balıqlardır bunlar. Olma yerine bir dənə açın, buyurun. Havuz balıqlardır. Balığın iyi doğrudan antisanitariyadır. Burada ne var ki? 4-5 başka da balığım vardı. Dediler bunu da apar tulla, gözü bakar tullamışam. Dedim bir çörək pul qazana qoymadılar, sağ olsunlar. Gəncədə antisanitariya şəraitində hissə verilmiş balıq istehsal olunur. İstehsal şəhərin Zeynal Xəlilov küçəsində yerləşən Fuad Salmanova məxsus evin həyətində aparılır. APA TV-yə balıqların çirkli və yararsız qablarda duzlanaraq saxlanıldığını göstərən video göndərilib. Videoda həmçinin görünür ki, istehsal prosesi zamanı sanitar-gigiyenik norma və qaydaların tələblərinə riayət olunmur, xam malın yuyulmasında istifadə olunan qablar mütəmadi təmizlənmir. Məlumata görə, həmin şəxs həmçinin hissə verilmiş balıqları hazırladıktan sonra onun satışını da həyata keçirir. Əməkdaşlarımız sözü gedən ünvanda olublar. Evin həyat yanı sayəsində qustar üsulla balıq məhsullarının hazırlanması, xüsusilə balıqların hissə verilməsi kimi qanunsuz fəaliyyətin olduğunu sübut edən əşyalar lentə alınıb. Balıqların saxlanıldığı ərazidə pişiklərin gəzdiyi müşahidə edilib. Ev sahibi antisanitar şəraitdə balıq məhsullarının hissə verilməsini təsdiqləyib. Onun sözlərinə görə bir neçə gün əvvəl istehsal tam olaraq dayandırılıb. Balıq idi alırdım Dubay bazarından, gətirdim kapta eləyirdim. Stalovalara zada aparıb verirdim. O da bir 3 gün bundan qabaq, bayramdan bir 2 gün qabaq gəldi polislər dedilər ki, bu olmaz. Başa saldılar mən ki, bu antisanitariya şəraitində olmaz. Dedim baş üstə. Antisanitariya vəziyyətində balıq olan yerin hər yeri antisanitariyadır. Bu balığın iyi doğrudan antisanitariyadır. Burada ne var ki? 4-5 başka da balığım vardı. Dediler bunu da apar tulla, gözü bakar tullamışam. Fuad Salmanov aşkarlanan yararsız balıq məhsullarını zibilliyə atdığını desə də, bizim ərazini lentə aldığımız zaman gördüklərimiz deyilənlərin tam əksi idi. Şəxsə aid həyətdə balıq dolu kəlləklər vardı. Sən balıqlarda daşıyıb tulluyuruq. Fəaliyyət yoxdur. Fəaliyyət konkret dayanıb. Nə alırdım, dedim bir çörək pulu qazana o da əmələ gəlmədi. Qoymadılar, sağ olsunlar. Biraz başa salıblar. Gedəcəm qidiyə, şəhərdə o qədər yerlər var ki. Qida nə forma desə o forma düzəldib ki, ev işləyəcəm. Aidiyyatı üzrə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən isə bildirildi ki, qeyd olunan məsələ Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən nəzarətə götürüləcək. Agentliyin mütəxəssisləri tərəfindən faktla bağlı müvafiq araşdırmalar başlanılacaq. Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək deyə açıqlamada bildirildi. Mütəxəssislər xəbərdarlıq edir ki, sanitar-gigiyenik qaydalara əməl edilmədən hazırlanan qida məhsulları ciddi fəsadlara səbəb ola bilər. İstehlakçılar diqqətli olmalı və mənşəyi bilinməyən qida məhsullarını almamalıdırlar. Keyfiyyətsiz, mənşəyi bəlli olmayan yerdə, xüsusilə də ev şəraitində qustar üsulundan hazırlanmış, hissə verilmiş balıqları istifadə etdikdə ciddi zəhərlənmələrə və ölümə də gətirib çıxarda bilər. İsti hissə verilmə və soyuq hissə verilmə zamanı sanitar gigiyena normalarına düzgün şəkildə əməl olunmayıbsa, bu zaman həmin balığın tərkibində müəyyən bakteriyalar var ki, bunlar sürətlə çoxalır ki, bu da insan orqanizmində ağır zəhərlənməyə gətirib çıxarda bilir. Soyuq üsulla hissə verilmiş balıqlarda bir çox bakteriyalar var ki, bunlar immun sistemi zəif insanlarda, hamilə qadınlarda, süd verən qadınlarda, yaşlılarda, xroniki xəstəlikləri olan insanlarda ciddi sağlamlıq probleminə də gətirib çıxarda bilər. Qida mütəxəssisi həmçinin bildirdi ki, hissə verilmiş balıqların hazırlanmasında duz lazım olduğundan artıq istifadə edildikdə də insan orqanizmində bir sıra xəstəliklərə səbəb olur. Odur ki, istehlakçılar keyfiyyət sertifikatı olan istehsal tarixi və son istifadə müddəti göstərilən məhsullardan istifadə etsinlər. Fuad Nazimoğlu, Elşad Cəfər, İman İmanlı, APA TV.